Hər vaxtınız xeyir olsun. Bugün fonetika ilə bağlı ən əsas məlumatları sizə çatdıracağam. Baxın, biz hamımız öyrəşmişik ki, fakültə deməyə, inikas deməyə, fakultativ deməyə, amma biz alfabet normanı pozulduğumuzdan xəbərsizik. Hal-hazırki qaydalarımıza əsasən fakültə, məsələn, siz burada K üstəştırıq ilə göstərsəz, yanlışlığa yol verəcəksiniz və alfabet normanın qaydasını pozacaqsınız. Çünki bu fakültədir, K deyil. Sonra inikasdır, inikas şəklində. Fakultativ, baxın bu da K-dır. Daha belə göstərmək mümkün deyil. Fakultativ şəklində. Burada K-nı göstərmək alfabet normanın qaydasını pozmuş deməkdir. Hal-hazırki yəni qaydalarımıza əsasən fakültə yox, fakültə, inikas yox, inikas, fakultativ yox, fakultativ desək daha uyğun olar və norma pozuntusuna yol vermərik. Və son illərin ən məşhur qaydası ehtiram, ehtişam. Əvvəlki qaydaları əsasən deyirdilər ki, məsələn, xıtıdırsa elə xıtı olaraq tələffüzə qalmalıdır. Amma hal-hazırdakı qaydaya görə ehtiram şəklində tələffüz olunmalıdır, ehtişam şəklində tələffüz olunmalıdır. Bu qaydada. Bir də əsas məqam. Məsələn, bəzən görürsünüz ki, deyir ki, eyni hərf müxtəlif səsi, yoxsa müxtəlif hərf eyni səs ifadə edir. Məsələn, sizə 2 dənə söz yazacağam. Əlbəttə, ikinci sözüm isə məsələn, toplanmaq şəklində. Məsələn, burada 2 dənə t var. Əlbəttə. Birinci t olduğu kimi qalacaq, ikinci t isə tələffüzə d-ya keçəcək. Toplanmaq sözündə isə toplanmaq şəklində. Burada əlbəttə görürsünüz, eyni hərflərdə müxtəlif səslər ifadə elədir. T eyni hərfdir, amma müxtəlif səslər ifadə elədir. Toplanmaq sözündə isə